Kafirlərin yer üzündə öz Rəbbini aciz edə biləcəyini güman etməyin. Onların məskəni cəhənnəmdir. O, necə də pis sığınacaqdır. Ey iman gətirənlər! Sahib olduğunuz kölə və kənizlər, həddi buluğa çatmayanlar, bu 3 vaxtda sizdən icazə alsınlar. Sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu 3 vaxt sizin üçün xəlvət vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına girib çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah hər şeyi biləndir, hikmət sahibidir. Sizdən olan uşaqlar da həddi buluğa çatanda özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir.